məna növlərində ən əsas şəkilçilərdir. Biz hərəkətdən qabaq şəkilçisinə baxacaq ki, şəkilçi, burada şəkilçi ilə tapacaq. Feilin dramatik məna növləri məlum, məchul, qayıdış, şəxsiz, icbar, bu şəkilçilər var, qarşılıq birgəlik, bunlar var, budur növlər. Biz keçək məlum növə. Birincisi məlum. Məlum növ nədənsə hamıya növlərin hamısını keçib qutarandan sonra məlum növ çatır. Baxaq, məlum növ. Məlum növün özünə məxsus xüsusi şəkilçisi yoxdur. Məlum növ təsirli də olur, təsirsiz də olur, bu sadə də olar, düzəltmə də olar, mürəkkəb də olar. Yəni, məlum növün özünə məxsus tanınan bir şey yoxdur. Məlum növ sadəcə iş görən məlumdur. Məsələn, deyirəm ki, o oxuyur. Baxın, o oxuyur. Sözün kökü oxu. Y bitişdiricidir, ır zamandır. Sadədir. Sadə feillər ümumiyyətlə məlum olur. O biri növlərin heç biri sadə ola bilməz. Oxuyur, sadədir və işi görən odur. Bu məlum növdür. Məsələn, düzəltməyə misal yazın. Deyirəm ki, dərsi başla. Dərsi başla sözündə başdan başlamaq düzəltmədir. İndi dərsi başla, sən başla. Hərəkəti sən eləyirsən. Demək, məlum növdədir. Yəni, işi görən məlumdursa, bu məlum növdədir. Sadə də olur, düzəltmə də olur, mürəkkəb də ola bilər, fərqi yoxdur.